Uzunluğu 26 kilometr olan Ağsu-Çaparlı Göylər avtomobil yolundan Ağsunun 10 min nəfərlik əhalisi olan 11, eləcə də Şamaxının 2 kəndinin sakinləri istifadə edir. Yol eyni zamanda digər sürücülər üçün də alternativ marşrut sayılır. Bu yol elə belə yoldur. Bu yol alternativdir. Bu Ağsu dolayları, Ağsu aşırımı qışda bağlı olan hallar olur. Elə olanda bu yol böyük bir strateji yoldur. Bu neçə dənə rayonu, buradan Sabirabadı, Bakını, Şamaxını, Qobustanı, Əli-Bayramı, Şirvanı və s. şəhərləri, rayonları birləşdirir. Yoldakı dərin çalalarsa bəzi hallarda qəzalara səbəb olur. Yolun hərəkət hissəsi ilə yanaşı çiyinləri də keçilməz hala düşüb. Üstəlik, ağır tonajlı yük avtomobillərinin buradan mütəmadi hərəkəti yolu daha da pis vəziyyətə salır. Gediş-gəlişin çətinliyi isə sakinləri əlavə xərclərlə üzləşdirir. Vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sözü gedən yolun əsaslı şəkildə yenidən qurulmasına dair təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Həmin təkliflər Dövlət İnvestisiya Proqramına daxil edildikdən sonra yolun əsaslı təmirinə başlanılacaq. Rəşad Rəşidov, Tərlan Salahov, Aysən Ələkbərova, İTV Xəbər, Ağsu.